Deyək. 117. Bu hansı misalın cavabı oldu göstərdik bəyək. 89. Nələmi? Hə. Davam edirik. Deyil. 90 sayılı nömrəli çalışmada 12 idi. 94. Neçə? 94. 94. 94'ə qədər yoxdur ki qalığımız. Bax qalıq olan desin. 91 yazmışdın Sübhan. 91 izah cümlətlər yazmışsın. Hə 2 çıxaq x bölək 3 üstü mənfi 1 bərabərdir mənfi 2. Yazmışdın bunu? Yaxşı, hədsiz yazmışsan, özün yazmışsan da həll elə. Yazır. Yazmışsınız Ayılgün. 92. Ben eğer üstü mənfi 1'sə onun tərsi yazır. Bunu bir kəsrə yığıb sonra eləməli. Rəqəmlər yığılır. Bəli, bunu bir kəsrə yığırıq. Nə eləyir bizdə? 3 dəfə 2 6 çıxaq x üstü mənfi 1-dirsə, indi biz bunun tərsini yaza bilərik də. 3 çıxaq 6 çıxaq x bərabərdir mənfi 2-yə, tərsini yaz. 3-ü neçəyə böləndə mənfi 2 olacaq? 1,5-ə. Deməli 6 çıxaq x bərabər 1,5-ə, özdə mənfi 1,5-ə də, düzdür? X də bərabərdir 7,5 eləyir. 7,5. 92-ni deyirik. Sonra x-in hansı qiymətdə ifadənin qiyməti 7. Yox, burada x-in yerinə 7 yazmışsınız. Bunu bərabər edirsiniz 8-ə, oradan kvadrat təndən x-i tapırsınız. 91-dən. Bəli, bu ifadəni bərabər eləyəsiniz 8-ə. 8-i keçidir mənfi 8, yəni mənfi 15 olur. X kvadratı çıxaq 2x çıxaq 15 bərabərdir 0. Bu kvadrat tənliyi həll eləməklə bəli. Baxın da cəmi bizə versin əksini 2-ni, hasili də versin neçəni? Görün, belə cavablarda baxın görək. Cəmi 2-ni versin, hasili mənfi 15-i versin. Hansı cavab uyğun gəlir? D bəndi daha yaxın uyğun gəlir, eləmi? Bəli. Və yaxud da kvadrat diskriminantını tapa bilərsiniz. Sonra bəyax neçə dediniz? 94. 3 çıxaq 0,5 üstü mənfi 1 bərabərdir 2. Deməli bu kəsirdirsə, biz bunu 1 bölünsün tərsi yaza bilərik də. 3 çıxaq 0,5 2 bərabər neçədir? 2-yə. Buradan tənasib kimi yazsaq, 3 çıxaq 0,5 x bərabərdir 2-də 1-ə. 0,5 x bərabərdir. Bax 0,5 x mənfidir. Ki, elə bilin ki, keçidirəm sağa müsbət olur. 2-də 1-i də keçidirəm 3-ün yanına. Neçə oldu? 2,5. Hər tərəfdə 10-a vururam ki, 10-luq kəsirdən canımız qutarsın. 5x-imiz 25-dirsə, x də bərabərdir 5. Oldu? Ay, sağ olun. 95-də 12 idi, eləmi? Sonra 96. Məxrəcləri bərabər olan kəsirlərdir, uşaqlar. Hər ikisinin məxrəci nədir? X kvadrat çıxaq 25. Sadəcə fərqli x kvadratı çıxaq 25-də uşaqlar. Məxrəc nə ola bilməz? 0 ola bilməz. Burada da alıq ki, x kvadratı fərqlidir 25-dən, x də fərqlidir plus minus 5. Yəni biz tənliyimizin cavablarında əgər müsbət və mənfi 5-dən hər hansı birini tapsaq, onu götürməyəcəyik. Deməli bizim məxrəclər bərabərdirsə, sürətlərimiz də bir-birinə nədir? Bərabər olmalı. X-in kvadratı üstə gələ x bərabərdir 45 çıxaq 3x-ə. 3x-i keçirirəm sol tərəfə, 4x olur. 45-i keçirirəm sol tərəfə, çıxaq 45 bərabər 0 olur. Diskriminantdan da tapa bilərik. Vurğuları ayırma ilə də tapa bilərik. Belə ədədlərdə cəm və hasil görünür da. Cəmi 4 hasili mənfi 45. 9 ilə 5 deyilə. Deməli, burada müsbət 4-dürsə, biz bunu x üstə gələk 9. X üstə gələk 9. X çıxaq 5 yazaq ki, bu müsbət 9x-dən mənfi 5x bizə müsbət 4x-i versin. Yaxşı? Mənfi 4x olsaydı,
x çıxaq 9, x üstə gələk 5 yazardıq. Burada tənlin köylərinin birini tapırıq ki, x plus 9-umuz 0-dırsa, x-imiz neçə olur? X çıxaq 5-imiz 0-dırsa, x-imiz neçə olur? 5. Bayaq nə vermişik şərtə? Mənfi 5 müsbət 5 götürmürük. Bu ödəmədir. Bircə dənə hansı ödədir? Görürsünüz, cavablarda 5-i də verib ki, uşaq qoy görək. Onu götürürmü? Diqqət eləmək lazım ki, məxrəc 0 ola bilməz. Sonra 98 yazmışıq. Bəli. X üstü 2-də 1, x üstü 2-də 3-ə vuranda üstlər nə edir? Nə olur? X üstü neçə olur? X üstü 2-də 4, x üstü 2 elə. Düzdür? Bərabər neçədir? Uşaqlar, neçənin kvadratı 16-dır? Təhcə 4-dür. Bəli, x bərabərdir. Müsbət 4, bir də bizim verilən ifadə kəsir üstü qüvvətli deyən nə demişdik? Mənfi ədədin kəsir üstü qüvvətinə baxılmır. Deməli, bizim x-imiz nə olmalıdır? Müsbət ədəd olmalıdır. Ona görə də cavab olaraq mənfi 4-ü yox, biz x-imizi neçə götürməliyik? Müsbət 4. Yaxşı? Bax, yadınıza saxlayın. Tutaq ki, mənfi 5 üstü, məsələn, 3-də 2-yə baxılmır. Mənfi ədədin kəsir üstü qüvvətinə baxmayasınız. Yaxşı? Yəni, elə bunun həlli yox. Bilsən, bəzən ödür, bəzən ödəmir, deyin etiram. Biz kub dərəcədən mənfi 8-dən nə çıxırdı? Mənfi 2. Bunun mənası var elə. Bunu dərəcəsi neçədir? Bunu biz mənfi 8 üstü 1 bölüş yaza bilərik. Düzdür? İndi bu cavab nə idi? Mən 3-də 1-in yerinə mənfi 8 üstü 6-da 1-in kvadratı yaza bilərəm. Çünki qüvvətin qüvvəti olunur, qüvvət üstəri vurulur. İndi kvadrat həmişə bu nə ilə? Amma bayaq dedik cavab nə olacaq? Görürsən ki, biz mənfini həm də müsbət kimi göstərə bildik üstü qüvvətdə, düzdür? Ona görə bu hala baxmayasan. Yəni, ədədimiz mənfidirsə, üstü kəsir olanda ona baxmayasan. İndi nə aldıq biz? Biz aldıq x-in birini müsbət 4, bir də aldıq mənfi 4. Biz müsbət 4 üstü 2-də 1-ə baxa bilirik. Amma mənfi 4 üstü 2-də 1-ə baxa bilmirik. Yəni, mənfi 4 ödəmədir. Bizə dənə neçə ödədir? Görsən, burada plus minus 4-ü də verir ki, qoşaq özü seçsin. Ona görə plus minus 4 yox, eləcə müsbət 4 olur. Yaxşı? Ümumiyyətcə, yadınızda saxlayın. Baxın, belə bir sual olsa, a çıxaq 2 üstü, məsələn, 3-də 1-dirsə, bu ifadə a çıxaq, qulaq asa etiram. A çıxaq 2. A çıxaq 2 həmişə 0-da nə olmalıdır? Böyük bərabər. Buradan da alırsan, a böyük bərabər neçədir? 2-də. Yəni, bu 2-ni aldı, getdi ara müsbət sonsuz. Amma a çıxaq 2 üstü mənfi 3-də 1 olsa, üst mənfi olanda hara düşürdü? Məxrəcə. 1 bölünsün a çıxaq 2 üstü müsbət 3-də 1 yazırıq da, düzdür? Şöyle, məxrəc heç 0 ola bilər. Onda biz bu a çıxaq 2-ni var. A çıxaq 2-ni eləcə böyük 0 götürəsiz, bərabər yox. Üstü müsbət olanda, bax, üst müsbət idi. Böyük bərabər götürürsünüz. Amma üstü mənfi olanda eləcə böyük 0 götürürsünüz. Yəni, bərabərlik olmur. Birinci sualda 2-ni alıb 2 müsbət sonsuzluq deyirsiniz. Amma ikinci variantda, yəni 2-ni almayacaq, 2 açıq oblast olur. 2 müsbət sonsuz belə yazacaq. Yaxşı? Aralıq olaraq biz indi bərabərsizlik keçəcək. Aralıq olaraq 2-lərin belə deyək də, biz 2 müsbət sonsuzluqla 2 müsbət sonsuzluğun fərqi bir dənə odur ki, birinci də 2-ni almır, amma ikinci də. Yəni bu 2-dən yox, 3-dən başlayır. 3, 4, 5 naturalları saysa, amma ikincisi 2-dən başlayır. 2, 3, 4, 5 və s. Yaxşı? Davam edirik. Sonra 99 suala baxaq. Tənlin kökü mənfidir. Tənlin kökünü tapanda biz ilk öncə nəyi tapmalıyıq? X-i tapmalıyıq.
4x bərabərdir m minus 1-dirsə, buradan x nəyə bərabərdir? Düzdür? Bu ifadə mənfi olması üçün, yəni mənfi deyirsə nə etməliyik? Məxrəc müsbətdir da, düzdür? 4 müsbətdir. Hansı ədədi müsbətə bölsək mənfi eləyər? Mənfini. Deməli, m çıxaq 1 kiçikdir. M də kiçikdir neçədən? 1-dən kiçik ədədimiz hansıdır? Bax, 1-dən kiçik hara gedir? Mənfi son. Həmişə də sol tərəfi yazırıq. Mənfi sonsuzluqdan 1-ə. Bərabərlik yoxdur deyən açıq oblast. Deməm. Düzəldək də oran. Onu bircə qır gör. Bax, sən elə bilərsən. Yox. Qaytar. Hə, yaxşıdır. Davam edirik. 100 yazmamışıq. Kökləri verib. Bir də həm topla, bir də həm də çıx. Çıx yox, bağışlayın. O çıx dedi, mən də elə dedim. Bir də həm topla, bir də həm vur. Niyə çıxıram ki? Tənlin köylərinin cəmi nəyi verir? Tənlin köylərinin hasili nəyi verir? Bax, köylərin verib də. Kökdə 12 bizə nəyi verir? Deməli, kökün biri 2 kökdə 3-dür. Biri də nədir? Bunları toplasam nə verər? Müsbət kökdəyici. Onda x kvadrat. Kökləri cəm müsbət kökdəyicisi. Əksi nə verəcək? Hasili nə verər? Mənfi 6. Kökdəyici var. 3, 2. Yoxdur, görün elə cavab var. A bəndə deyil elə cavab. Ben bir yoklamamışım. Sonra 101'i yazmışıq etiraf. Orada eksi ile P koyup da. Bəli. Bax uşaqlar, 100-cü suala, 101-ci suala baxırıq. Şimdi yazdım. X-in kvadratı üstə gələ px çıxaq 8 bərabərdir. Tənliyin köylərindən biri, bu köylər cəm nə verib? Mənfi 8. Canı üçün mənfi 8. Köyləri cəmi əks işarəni götürmüş, şiddət əmsal. Mənfi P-ni verir. Kökün birinə nə veribdir bu? P-dir. Gəlin ikinci kökü tapaq görün. Bax, x1-in yerinə nə yazdıq? P. Üstə gələk x2 bərabər olub nəyə? Buradan x2 nəyə bərabərdir? P də keçir sağa. Mənfi 2P. Kökün biri P'dir. O birisi nədir? Kökləri hasili. Birincisi P'dir. İkincisi də mənfi 2P'dir. Düzdür? Verilən tənlikdə kökləri hasili neçədir? Düzdür? Buradan alır ki, mənfi 2P kvadratı bərabərdir mənfi 8. Hər tərəfi mənfi 2-yə bölün nə qalır? 4. P kvadratı 4-dürsə, P bərabər plus minus 2 deyirik. Düzdür? Amma bizim şərtimizdədir. P'miz nə olmalıdır? Deməli, sıfırdan böyütsəm mən P'ni neçə tapmalıyam? 2. Bəs ikinci kökü nə idi? Mənfi 2P. Deməli, x2 bərabərdir mənfi 2P. P'ni də 2 tapmışamsa, bu deyilir mənfi 2-də 2 vuranda mənfi 4. Deməli, ikinci kökü soruşursa neçədir? Mənfi 4. Oldu? Sonra davam edək. Qalıqlarımız qalmasın. Bir-bir soruşun. Bax, dəftərinizə baxmayın. Kimin qalığı varsa. Bəyək kimidir. 102 ilə 101 eynidir. Ay, 101-i başa düşdük. 102-də də yenə kökün birinin yerinə 2K yazırıqsa. Kökləri cəmi nədir? Bizə kökləri cəmi x-in əmsalın verir. Həmişə köklərincə x-in əmsalı. Müsbət kadısa nə götürüyor onu? Əksini. Vektörün. Buradan x2-ni tapanda x2 nəyə bərabərdir? 2K keçirdi sağ tərəfə. Mənfi olur da. Mənfi K'dan 2K'nı sonra nə eləyir?
Kökün biri 2K-dır. O birisi nə tapdıq? Kökləri hasil uşaqlar müsbət altını vermir. Yoxsa mənfi 6-dır? Mənfi 6. Mənfi 6K kvadratımız mənfi 6-dırsa, hər tərəfi mənfi 6-ya böləndə K kvadratımız 1-dirsə, K-mız nədir? Görürsünüz, burada da deyir ki, K mənfidir. Yəni biz artıq burada müsbət 1 yox, K-nı mənfi 1 götürəcək. K-nı mənfi 1 götürəmsə, ikinci kök nə idi? Mənfi 3K idi. K-nın da yerinə mənfi 3 yazanda, ikisində K-nı mənfi 1 yazanda, mənfi 3-ü mənfi 1-ə vuranda müsbət 3. Sonra davam eləyək. Tənin neçə kökü var? Baxırsınız 103-də. Diskriminant böyüksə deyəsiz 2 kökü var. Diskriminant 0-dan kiçiksə deyəsiz kökü yoxdur. 0-a bərabərsə deyəsiz. %4'də vurgu atırsan, diskriminantı alırsan, Sonra kök 9 hansında baxsan kök 9 varsa. deyin uşaqlar. Bax uşaqlar, yenə deyirəm. Mən burada yazıb pozuram, elə də gedib gəlirsən. A yazam. Müxtəsər vurma tutda vur A hamısını. Adi kvadrat tənləyəcək. 2x-i 2x-ə vursaq nə eləyər? 4x. Çıx 6x. Görsən 2x-i mənfi 3-ə vururam. Mənfi 6x. Görsən indi 3-ü 2x-ə vururam. Bir də belə elə bilərik də 2x plus 2x minus nəyin açılışıdır? 4x kvadrat a minus b a plus b-dir da bu. Burada mənfi 6x-dən müsbət x onsuz da gedirik. 3-ü də mənficə vuran nə eləyir? Üstə gələk. İndi ikinci mötərizəni vururam. 2x x-ə vuranda 2x 3-ə vuranda üstə gələk 5 bərabərdir. 4x kvadratı burada, 2x kvadratı burada. Görürsünüz, ikisi də müsbətdir. 6x 4 Üstə gəlinsin. 6x burada təkcə qalıbdır. 6x. Ədədlərə baxın. Mənfi 9, müsbət 5. Bu da mənfi 4 elədi. Hər tərəfi 2-yə də bölüb eləyə bilərik. Hansı təlindən eyni küsürdür? Hər tərəfi 2-yə böl. 3x kvadratı üstə gələk 3. 2 çıxaq nədir? 2. Elə bir dənə B bəndinə uyğun gəlir də. 3x qoysa gəlir 3x çıxır. Deyir hansı təlindən eyni küsürdür? Eşit demir ki, hesabla. Ona oxşar təmini aldıq. Yazmışdın ayıb bir sağ. Sonra bu qədər vaxtda sizə dedi ki, gedin oxuyun gəlin də. Bax, görünür ki, gene oxumamışsın. Etiraf, səndə neçə il qalır? 17. Hasil nə zaman sıfıra bərabərdir etiraf? Hasil nə zaman sıfıra bərabərdir? Bax, yazıb ki, kök altında x-in kvadratı çıxaq 4 vuraq. Yox, kökün altında deyil, bağışlayın. X-in kvadratı çıxaq 4 vuraq, kök altında x plus 1. Hasil o zaman sıfıra bərabər ki, vurqlar ayrılıqda sıfıra bərabər. X plus. Bax, bunu x çıxaq 2, x-də gəl 2 yazsaq. Bir də x-imiz müsbət 2 ola bilər. Bu da mənfi 2 götürənməyəcək. Niyə? X-i yenə mən mənfi 2 yazanda kökaltı ifadə nəyə çevrilir? Mənfi 1 olur, düzdür? Kökaltı mənfi ola bilər? Xeyr, ona görə mənfi 2 tənliyi ödəmər. 4-də də hər tərəf kvadratda yüksəksə, x də mənfi 1 də ala bilir. X plus 1 bərabər 0-sa, x niyə mənfi 1? X-in mənfi 1 ola bilir. Niyə x mənfi 1 ola bilir? Sən kökaltın mənfi. X-in yerinə mənfi 1 yazanda kökaltı 0 olur. Yəni tənliyin kökünün biri 2 oldu. Bir də neçə oldu? Mənfi 1 oldu. Bunların cəmini də soruşan 2-nin üstünə mənfi 1 gələndə müsbət 1.
Oldu? Rəfiqə. Sonra bayaq neçə deyirdiniz? Hər tərəfi 5-ə vurun. Hər tərəf 5-ə. Adi təmin ilə həll edin. Bax, birinci kəsiri 5-ə vuranda 5 ixtisar get nə qaldı? İstəyəcək 4x. Plus 10. Bax, sən 2x-i də 5-ə vurasan, ha? 44. Mənfi 24,8-i də 5-ə vuranda hə, Ülvi. X-in kvadratı 4x müsbət 10x müsbət nə elədi? 14x də müsbət. Mənfi 24-dür. Keçdi bu tərəfə, sol tərəfə nə oldu? Müsbət 24. Cəmi 10 eləsin, hasili 24 eləsin. Hansı ədədlərdir? Yalnız 12 ilə 2 bəli, düz deyirsən. 10 olanda 6 ilə 4 fikirləşirsən. Bəli, 12 ilə 2 yox. Misal düz deyir. X üstə gəlsin 2 vuraq. X üstə gəlsin 12. Bərabər nədir? 0. Bəli, kökün biri. Hər birinin ayrı 0. X bərabər mənfi 2. Bir də kökün biri neçədir? Mənfi 12. Yəqin ki, cavablarda var. Mənfi 2 və mənfi 12. Oldu? Ay, sağ ol. Sonra bax, 106 tənasibdir də. Kənar həddlərinin hasili orta həddlərin hasilinə bərabər. O da ola bilər, bəli. Bəli. Bərabər götürürsən o birisinə. Amma sadəcə sən bu x sağ o 0,2-ləri mötərizədə yazmalısın. Elə ki, belə olur da. 2,2 vuraq, x çıxaq 0,2 bərabərdir. 1,2 vuraq, x üstə gələk 0,2. Bax, belə. 0,68 Sonra elədir. özlərinə vursayıq nə salına bilər? Nətər özlərini? Burası x 0,2-ni x plus 0,2-yə vursaq, 1,2-ni də 2,2-yə vursaq, nə salına Yox, bilər? elə şey var. Biz tənasib çeşmişik. Deyəcəyim. Olmaz. Vurmaq olar ya, ayrı şey alırsan. Heç bərabər bir şey almayasın. Belə bir sual deyirsən. Tutaq ki, bax etiram. 10-u 5-ə böləndə neçəsi düşür? 2. Və 6-nı 3-ə böləndə neçəsi düşür? Görürsən, bunlar bərabərdir, eləmi? 10-u 3-ə vursaq 30, 5-ə 30-a vursaq 30. Görürsən, bərabərləşdir. Amma sən deyirsən ki, 10-u 5-ə vurum 50, 6-nı da 3-ə vuraq, eyni şey olmuraq. Sonra 107 ya. yazmışsınız 107-ni. Əməli. Etiram yazmışsan, afərin. Yazmışsan. Ülvi, verilən tənlikdən tənlik köylərinin cəmi neçədir? Tənlik könərcəmi. Hə, de görüm. Tənlik könərcəmi 0 bərabər. Bax, x kvadratı çıxaq 6x üstə gələk q bərabərdir 0. Ülvi, tənlik köylərinin cəmi neçədir? Tənlik könərcəmi 0 bərabər. Nəyə görə dedin 0-a bərabərdir Ülvi? Dur ayağa görüm. Viet teoremində görüm. Vertərəbi var ki, belə xət çəkirik, x1. Viet teoremində nədir? Xət çəkirik nədir? x2 fərqli olur. Dursun desin Həsən. Dursun desin Nurlan. x1 üstə gəlir x2 mən də altdan x1 vurulsun x2-nin kvadratı mən. x1 vurulsun x2 b-ni verməlidir. x1 vurulsun x2 də 2-ni verməlidir. 2 də vurma dedim. Yox, Böyük o cəmi da verməlidir. Əksana B-yə. Orada da müsbət 6 eləyir. Nə müsbətdə 6 eləyir? Köklərin hansı? Cəm. Cəm. Bəli, köklərin Viet teoremi çevrilmiş kvadrat tənliyin köklərinin cəmi əks işarə ilə götürülmüş orta həddə misalına, yəni ikinci həddə misalına, x-in əmisalına, hasil isə sərbəst həddə bərabər. Buradan görürük ki, tənliyin köklərini cəmləyəndə neçəni verər? Görürsən, mənfi 6-nın əksi müsbətdir. Və şərtdə də verir ki, fərqi də 8 olur. x1 çıxaq x2 də 8 olur mu?
Bunları tərəf-tərəfə toplasam x2-lər getdi. 2x1-imiz 14-sə x1-imiz neçə oldu? Təzədən x1-in yerinə 7 yazanda x2-miz neçə olur? -1 olur. Uşaqlar, bu Q də kökləri nəyin verməlidir? Hasili. Kökün birini 7 tapmışıq, birində -1 tapmışıq. 7-ni -1-ə vuranda nə eləyər? -7. Oldu? Ama başka düzeltirsen. Qaydanı bilmək lazımdır. Qaydanı. Ama başka düzeltirsen cevap eder. Nətər yazmışsan? Ay? Kök altında 36 44 beraber 42 beraber 8. 36 44 beraber 64. Mənə görə 8 elədim. Sen? 8 beraber. Kökləri fərqi 8. Sən diskriminantı niyə 8 eləmişsən? Kök altında diskriminatif 4 Asiye beraber 8. Yox, səhv elə. Cevap həmişə deyin al. Yox, elə bir şey. Sən o kökləri fərqin verib, x1 çıxaq x2-ni veribdi. Sən Kök altında diskriminant tapanda 36 çıx 4 kişi. əyləşin. 64 dedik. 4 bərabərdir -8, 3 də bərabərdir -7 alır. Yəni bir neçə məsələ elədim üzərində ağıllı insan. Denən burada sən dediyini yazılı şəkildə görək, onda baxa görmüsən. Yazsan ki sən B kvadratı. bax 2 say x1-in kvadratı. x1-i soruş da, bu fərqi soruş. Nə yazmısan? B kvadratı. 4 Asiye. Diskriminasyon yazıyor. Bu da kök altında. Yazın alın. Yox, elə bir qayda bilmirik ki, ülvü. Bu ülvü deyirəm. Bərabərdir 8-dən. Ya fərqiyə cəm olanda 8-də bərabər edir, oradan alınır. Biz kökləri fərqi kök altı diskriminantın kök altısını verir deyə belə bir şey deməmiş. Ama elə şey alınır. Alınır həmişə. Elədir. İndi yaxşı, qoy gör. Yaxşı. Köklərini elə bir ədəd yazaq ki, məsələn 5 ilə 2-də düzdür. 5 ilə x kvadratı üstə gəlinsin. 5 ilə 2-dirsə 7x üstə gəlsin 10 bərabərdir. Oradan. -5 ilə -2 deyəcəm, düzdür? -5 ilə -2. Diskriminant nəyə bərabərdir? B kvadratı Çıx 4 çıxaq 4a 8. 4a 40 olur, eləmi? Neçə edir bizdə? 49 olur. 9 3 çıxır, düzdür? İndi sən deyirsən ki, kökləri fərqi həmən bu diskriminantı, kök altı diskriminantı versin. Kök altı diskriminantı neçə tapır? Verər onu. -5 çıx 2. -7-ni. Yox, etirəm, yox, elə bir fikirdən uzaqlaş. Bəxtin gətirir 2 dənə rəqəm düzanlı. İndi 8 verirəm, sonra da cavab çıxar. Elə yazım ki, alınır. Bu da kökləri fərqi. Köklər cəmi neçədir? 12. 12. Müsbət 12. Kökləri fərqi neçə verir? 6. Bununla niyə yazmırsan ki? O bildim ya. Ha, indi sən deyirsən ki, bunun kökləri fərqi kök altı diskriminantı verir, eləmi? Köklər diskriminant. Diskriminant nəyə bərabərdir? 144 çıx 4 kişi. 144 çıxaq 4 2. Bərabərdir 6. Hər tərəfdə kvadrat özəlliyi 144 çıx 4 bərabərdir 36. Buradan 4 2 bərabərdir neçə eləyir? 28. Yox. 144 6-ya bölündü. 36-dan 144-dən 36-sını çıxsan 108, 108 2 bərabər 20, 2 bərabər 27, 28. 27. 27. 2 bərabər 27 oldu, düzdür? İndi kökləri hasili 27 oldu. İndi cavab görüm, həqiqətən bu təlin kökləri hasili 27-dirmi? Hansı ədədlərdir? Cəmləyəndə 9 ilə 3 deyil. 9 ilə 3-ün cəmi 27, hasili də. Hasili 27, cəmi də ki 13. Öyle alınır. İndi bunlarda alınır da, yenə deyirəm. Həmişə bu ödəməli üçün bizdə, yəni bütün ədədlərdə ödəməlidir də, bunda yox. İstənilən bir tənlik yazıram. Məsələn, x kvadratı üstə gələk
Üstə gələk 10x üstə gələk 21. Bərabər 0 ilə. Burada diskriminant nəyə bərabərdir? İlk var. 104 84. 84. Diskriminant nəyə bərabərdir? 4. Bek var. 100 çıxarsa 16, 16'dan da 4. 16, 16-dan da neçə çıxır? 4 çıxır. Kökləri neçədir bu tənlik kökləri? Sən bilirsən bunu nə deyə bilərsən? Sən bunun tənlik köklərinin, bu tənlik köklərinin biri -7-dir, bir də -3-dür. Bunların fərqini gör nəyi verir? Bunların fərqini çıxanda -4 verir. Kiçikdən bəlkə böyük çıxaq. -3 çıxaq, -7. Fərqinin modulu. Bu bizə müsbət 4'ü verir. X2-dən X1'in çıxmağı 4 verir. Yaxşı? Modulu verir. Bir də biz belə bir tənlik yaza bilərik ki, istənilən halda bax, istənilən halda X2 çıxaq X1'in yerinə modula X2 çıxaq. Bu mötərizənin kvadratı yazırıq. Bu da bərabərdir, bu da bərabərdir. Kök alt. A-B-nin kvadratının yerinə yazırıq. X1 plus X2'nin kvadratı çıxaq. Yox, 4x1 x2. A-B-nin kvadratının yerinə yazırıq. A plus B-nin kvadratı çıxaq 4AB. Düzdür? Ayrıca burada cəm var. Hasil. Bu bizə nəyi verir? Bu bizə nəyi verir? Onda nə alırsan sən? Kök altında görürsən B-nin kvadratı çıxaq 4A. A da 1'dir deyə. Nə qaldı? Sadəcə sən buna köklərin fərqinin modulu deyə bilərsən, etirəm. Fərqi, yaxşı? Fərqin modulu. Onsuz da həmən düstur bir də bu verilən müxtəsər vurmacısından gəlib sondan. Bəli. Sonra. Əgər bizdən elə bir tənlik soruşsa, deyəcək köklərin fərqinin modulunu tap. Amma eləcə kökləri fərqi desə, biz nə bilək, birincidən ikincini çıxır, yoxsa ikincidən. Sonra davam edirik. Nətər? Olar. Sonra davam edirik. 109'u 110'u yazmışıq. Ülv yazmışsan 109'u 110, Həsən. Durağa görüm, Həsən. Tənliyin köklərinin tərsi olan kvadrat tənlik qurmaq üçün nə edirdik? Bax, AX kvadratı üstə gələk BX üstə gəlsin C'nin kökləri X1 və X2'dirsə, tənliyin köklərinin tərsi olan 1 bölünsün X1 və 1 bölünsün X2'ni qurmaq üçün qayda yazdırmışam dəftərində. Nə etmək lazımdır? Hansı əmsalları? Bəli, A və C əmsalları yerini dəyişmək lazımdır. Görürsünüz, A əmsalı burada 1'dir. Bu 1 keçir C'nin yerinə, 8'in yerinə. 8 keçir 1'in yerinə. 8x kvadratı üstə gəl 12 üstə gələ 1. D bəndi daha uyğundur. Bir dənə qaydanı bilməklə. Qaydanı oxumursuz. Gəlirsiniz ki, mənim başa düşməmiş. Bir açın o dəftərinizə baxın. Görün oradakı sözlər nə yazır. Ya da ki, deyim, nə eləyə bilmirsiniz? Problem nədir? Yazdığınızı oxuyamırsınız. Öz yazdığınızı özünüz başa düşə bilmirsiniz. Sonra davam edirik. 110 da 10 kimi var. Bəli, 10 da 12 kimi. 11 səhvdir. Sübhan, sən durağa. 2x kvadratı üstə gələk 4x üstə gələk 1 bərabər. Tənliyin köklərinin cəmi neçədir? Nə etməliyik birinci verilən tənliyi? Çevrilmiş kvadrat tənliyə gətirir. Hər tərəfi bəli, A əmsalına bölürük. 2'yə bölsə x kvadratı üstə gələk 2x. 1'i də 2'yə böləndə 0,5. İndi bax, tənliyin köklərinin hasili nəyə bərabərdir? Sürətdə 0,5. Kökləri cəmi. Yox, əksin yazdı da, mənfi 2. Cəmi və hasili soruşur da sən. Alınan cavabları bir-birə bölürsən. 0,5'i də mənfi 2'yə bölə bilmiriksə, mənfi 0,25. Belə bir ki, onluq kəsirdə vericidən sağa 0 yaza bilərik.
Sonra Sübhan, oxumaq lazımdır. Valla bu yazıda şey diyor. Kaçar ders olmamış. Sonra indi daha bir baxırıq. Yəqin ki, başa düşdün. Deyin. 12-ni yazmısan, Ülmü? Ha yazmış. Ben Nasıl? sözüm. Get. O qrafikanı da götür, getdi oldu gəl. Ben yazmışım. 12, 13 yazmışıq. 4 saat. 14-ü yazmışıq, Rəf. Yox. Yox, kubları cəmizə eləməmişəm. Yazmışsan? Rəfiqət, de görək tənlik kubların... Ay, adaptör. Öncəyim adaptör gətirimi sönməsin. X1 kub üstə gəl, X2 kubu üstü düstur yazmışam. Rəf. O qeyd edir. Səbirli oyuncusunun onu dayandırım, qeydini dayandırır. Deyim adaptörü gətirim. Baştan. O düstur bilirsiniz de hansı düsturdur? X1'in kubu üstə gəlinsin. Neçə tapdıq? 95. Heç nə. Burada düsturun yazaq. Ən azından bilməyənlər bilsin. X1'in kubu üstə gəl, X2'nin kubu bərabərdir. X1 üstə gəlsin, X2'nin kubu. Çıxaq 3, X1, X2 vuraq. X1 üstə gəl, X2. Cəm var. Müsbət 4. Cəmi yerinə 4 yazasınız. Hasilin də yerinə yazasınız, 2 yazasınız. Da bunları bir-birinə vurub toplayasınız. Sonra davam edirik sürətli şəkildə qalmasın. 16-17-ni yazmışıq. Bərzə elə deyiləm, yaxşı. Sonra deyin. Köklərindən biri sıfıra bərabər olarsa, sizə demişdik köklərindən yalnız biri sıfıra bərabər olarsa, yalnız biri sıfıra bərabər olarsa, S nə idi? Görsünüz, burada S-nin yerində duran M-in kvadratı üstə gələk 5M, çıxaq 14. Bu ifadənin qiymətləri cəmini soruşur. Deməli, bu ifadənin sıfıra çevirən qiymətlər cəmi neçədir? Yəni, M1 ilə M2-nin cəmi neçə ola bilər? Bəli, -5. Nə edirsən cavabları tap? Elə kökləri cəmini soruşur da. 5-in əksi nədir? -5. Bir dənə xassəni tətbiq edirik ki, köklərindən yalnız biri sıfıra bərabərsə S misalı sıfırdır. S-ni də sıfıra çevirən M-lərin cəmi neçədir? -5. Sonra 19. Kökləri qarşılıqlı tutər. Bəli, burada S-nin yerində nə durur? Bəli, 2A plus 5 bərabərdir 1. 2A bərabərdir. 5 keçdi sağa, -4 oldu. A bərabərdir -2. Təəccübdən. 120-ni yazmışsınız. Başlar, həmişə yadınızda saxlayın ki, teflaxod çay axıdırsa, bax, çayın axırıdırsa. Elə bilin ki, bu teflaxod deyəndə bir qayıq kimi nəzərdə tutun da, bir qayıq. Kater, bəli. Amma salda isə, elə bilin ki, bir taxta parçasıdır. Bəli, çayın öz sürəti aparır. Axın ilə gedəndə sürətlər toplanır. X1 Y-dir. Axına qarşı gedəndə sürətlər çıxılır. Yəni, axın ilə gedəndə qayığın sürətinin üstünə çayın sürətini gəlirsən, axına qarşı deyəndə qayığın sürətindən çayın sürətini çıxırsan. Qayıqdan çayı çıxırsan, ha. Çaydan qayığı çıxsan, mənfi alarsan. İndi baxaq. 5 saat ərzində axına qarşı getdiyi məsafənin axın istiqamətində 5 saat, 4 saata gedir. Yox. Bax uşaqlar. Ümumi yol eynidir, düzdür? Amma burada nə isə sürətin verib. Teflaxodun sürəti nə verib? 45-dirsə axın ilə gedəndə sürət nə olar? Aysu, axına qarşı gedəndə sürət nə olar? Deyir, axın ilə 4 saata getdiyi yol, bax bu 45 plus x bizim nəyimizdir? V-mizdir. Neçə saata gedir? Biz gedilən yolu tapmaq üçün, yanınıza gəl, S bərabərdir, V vuraq. Düzdür? Bu 4 saatda 45 plus x-nə gedirsə,
Gedilən sürəti zamana vursam gedilən yolu taparam. Eyni qayda ilə 45 minus x ilə gedir. Neçə saata çatıbdı? 5 saata çatır. İkisinə də eyni yol gedir. İkisinə də məsafə budur. Məsafələr bərabərsə bunları bir-birinə nə götürür? Bərabər. 4-ü 45-ə vursaq 180. Üstə gələk 4-ü x-ə vursam 4x bərabərdir. 5-i 45-ə vursam 225 eləyir. Çıxaq 5x. Mənfi 5x-i keçirdirəm. 4x-i yəni. 9x bərabərdir. 180-i keçirdirəm. 225-i yanına 45. X bərabərdir 5. Biz tapdıq ki, çayın sürəti nədir? 5 kilometr bölünmüş saat. Amma xəyal Məsələn, 5 dən 4 toplayıb 45-ə bölünür. Hə, indi bilirsən nə tərdir məsələ? Sən dediyin 5 ilə, biz aldığımız 5 eyni deyil. Məsələn, xəyal tək sənin adı deyil ki. Deyirəm ki, xəyal məsələn də Xocalı rayon pol şöbəsində işləyir. Amma buradakı xəyal 9-da oxuyur. Amma məsələ bu. O da xəyaldır. Sən də xəyalsan. Düzdür, ad olaraq eynisiz. İndi sənin dediyin 5 ilə bizim tapdığımız 5 rəqəm olaraq eynidir. Amma məsələnin həlli olaraq uyğun deyil. Yəni bu məsələnin həllini sizə öyrətməkdə odur ki, biz birazdan bax bu düsturları yadınızda saxlayın. Gedilən yolu tapmaq üçün sürəti nə edirik? Zamanı tapmaq üçün gedilən yolu sürətə bölürük. Eyni qayda ilə sürəti tapmaq üçün gedilən yolu zamana bölürük. Bax bunlar sizə vacib lazım olacaq bu kater məsələlərində. Bu da 12-dir, 21 də 12-dir. 22-ni eləmişsiniz? Eləmişik? Sinan. Bəli. X1, X2-ni çıxardırıq qarşıya. X1 üstə gəl, X2 qaldı. Düzdür? İndi kökləri hasili neçədir tənliyin? Yalan deyirsən. O çevrilməlidir. Bəli, çevirməliyik. 3x kvadratı çıxaq x çıxaq 6 bərabər hər tərəfi 3-ə böl. X kvadrat çıxaq. Görsən bunun əmsalı 1-dir da. 3-də 1 2 çıxaq 2. Artıq kökləri cəminin yerinə mənfi 3-də 1 yazacağam. Cəmin yerinə mənfidirsə nə olur? Kökləri hasilinin yerinə yazırıq. Mənfi 2. Mənfi 2-ni də 3-də 1-ə vuranda mənfi 3-də 2. Oldu? Sonra. Deyin, 23-24 yazmışsınız. Kökləri hasilini sıfıra çevirən M. Kökləri hasili neçədir burada? M-in kvadratı çıxaq 3M, çıxaq 11. Bunu sıfıra çevirən M parametrinin qiymətlər cəmi neçədir? Bəli, bunun köklərinin cəmi soruşur da sizdə. Nədir? 24 də 12-midir. 25-i yazmışıq. Mən orada mən qoyub x yazıb alım. Yazmışıq. Bax görürsünüz, burada x kvadrat çıxaq 2-dir, eləmi? 24-də. Birinci kəsirin məxrəci. Nədir o? X çıxaq 2. İkinci kəsirdə 2 çıxaq x-dir. Gəlin bunun yerini dəyişək, x çıxaq 2 eləyək. Qarşı nə eləyək? Mənfi. Olsun x-in kubu. Üstə gələk 4x kvadrat çıxaq 8x. Çıxaq yox. İndi burada x çıxaq 2 var. Hansı vuruq yoxdur? Axı birincidə x minus 2, x minus 2-dir. Orta məxrəcə gətirir də. Deməli, bunu nə vurmalıyıq biz? X plus 2. X-i x-ə vuranda. Çıxaq 2x. Çıxaq 2x. Bərabər nə oldu? Yadınıza salın, ümumiyyətcə kəsir o zaman sıfıra bərabərdir ki, sürəti sıfır olur. Sürəti də sıfıra çevirən qiymət məxrəcdən fərqli olmalıdır. Tutaq ki, sən sürətdə tənliyi həll eləmişsən, köklərdən birini 2-ni, biri 5 tapsansa, məxrəcdə görsən x-in yerinə 2 yazanda, bura nə olur? Ona görə bizim məxrəcdəki ədədlər x çıxaq 2-də sıfırdan fərqli olmalıdır.
X üstəgəl 2 də sıfırdan fərq Mənfi olmalı. ilə içində fərq. Deməli biz tapdığımız köklər içərisində nə müsbət 2 ola bilməz. Tutaq ki, belə bir tənlik, yuxarıdakı tənlik nə oldu? X-in kubu üstə gələk 3x kvadratı çıxaq 10x-dir. Bərabər 0 aldıq elə. Göstərir ki, x-in kubu var ha. X-i çıxardın qarşıya. Nə qaldı? X kvadratı üstə gələk 3, 2 çıxaq 10. Bərabər 0 oldu. Hasil nə zaman 0-a bərabər? Deməli, bir dənə x bərabər 0 deyirik. Ay sof, bir dənə də x plus 5, yox, bax, x plus 5, x plus 5, x minus 2-dir, düzdürmü? Kökün biri mənfi 5 olur, biri müsbət 2 olur. Amma bayaq nə demişdik? Neçəni götürə bilmərik? Nə 2-ni götürə bilmərik? Ona görə bu 2 olan kökü götürürük. Köklər nə oldu? Mənfi 5-dən 0. Tənlinin kökləri cəmdə nə verər? Mənfi 5. Görsən, elə uşaqlar durub 2-ni də götürəcək. Mənfi 5-in üstünə 2 gələndə nə verəcək? O durub A-nı işarələyər, səhv olur. Yaxşı, kəsr rasional tənliklərdə yadınızda saxlayın. Məxrəci sıfıra çevirən qiyməti götürməyəsiniz. Oldu? Sonra 26-nı yazmısınız? Ardıcıl tam ədədlər deyəndə nə başa düşür uşaqlar? 2 x plus 1. Bəli, biri x-dirsə, biri nədir? 2 ardıcıl tam ədədin hasili. Bax, bu hasil deyəndə bunların. Onlardan sonra gələn 2 ardıcıl tam hasilinin 34% kiçik. Bunlardan sonra gələn x plus 1-dən sonra gələn x plus 2-dir. Ondan da sonra gələn nədir? Bu hasildən 34% kiçik. Deməli, mən bundan 34 çıxsam, bir-birinə nə olar? Bəli. Bax, vurub açıb tənliyi həll edə bilərsiniz. Oldu? Yəqin ki, vurub açıb tənliyi həll edə bilirik, elə? Sonra 27. Bax, uşaqlar, tənasib kimi vurub aça bilərsiniz. Amma nə götürməlisiniz? Nə bura 0 ola bilməz? X çıxaq 5 fərqlidir 0-dan. X neçədən fərqlidir? Nədə x çıxaq 6 0 ola bilməz? X də fərqlidir neçədən? 6-dan. İndi çarpaz şəkildə tənasib kimi vurursunuz. Kvadrat tənliyi həll edib köklərini tapırsınız. Yaxşı? Yəqin ki, biz onları vurmaqda çətinlik çəkmərik də. Bax, x-i vurarsan çarpaz şəkildə x çıxaq 6-ya. X çıxaq 5-i də vurarsan nəyə? Bunlar bir-birinə vurub aça bilmirik. Bacarıq. Bacarmırıqsa yazın. Qorxur Sübhan, yazamır. Sübhan x-i x-ə vuranda. X-i mənfi 6-ya vuranda. X-i x-ə vuranda. Çıxaq 2x. Çıxaq 5x. Elə birbaşa yazırıq da, çıxaq 7x. Mənfi 5-i də mənfi 2-yə vuranda müsbət. Bərabərin hər iki tərəfində x kvadratı var. İslaha getdi. Mənfi 7x keçir bu tərəfə nə olur? 7x-dən 6x-in çıxanda nə qalır? Torki, tənlik olur. 129-dan əsas hə. 90. Səid, Akif və Turalın birlikdə 240 manat pulu var. Səid, Akif və Tural. Yazmamısınız? Hamı yazır? Ümumiyyətcə baxmamısınız, yoxsa yazmamısınız? Yaza bilməmişsiniz. Üçünün birlikdə 200... Səidin pulu Akifin pulundan 2 dəfə çox. Bax, Akifin pulu x isə, Səidin pulu ondan 2 dəfə çoxsa, onda nə olur? Yox. 2 manat çox desəydi, x plus 2 dəfə deyirsə vurur. Turalın pulu isə Səidin pulundan 10 manat azdır. Bəli, Turalın pulu, Səidin pulu 2x-də. 2x çıxaq 10. Bunun üçünün birlikdə neçə manat pulu var idi? Toplayanda 3, 5x. Çıxaq 10 bərabər 240. Mənfi 10 keçdi sağa, müsbət oldu. 5x bərabərdir 250. X də bərabər. X50 tapmışıq. Ha, birinin 100 manatı var.
Birinin 50 manatı var. 100 birində 90 manat. Turalı deyirsə 90 manat. Başa düşdün? Ay. Yəqin ki 130-31 yazmışıq. İki kitabın qiyməti 78 manatsa, biri digərindən 5 manat 5 dəfə bahadır. Biri x isə, ikincisi nədir? Cəmi neçə x-dir? 6x-imiz 78 isə x-imiz 13-dür. Ucuz kitab neçəyədir? Elə 13 manat. Bahalı kitab desəydi 5-i 13-ə vurardım 65. 32-ni yazmışıq. Bəli. Köklərindən biri 1-ə bərabərdir. Uşaqlar, x-in yerinə 1 yazın, hesablayın da. X-in yerinə 1 yazasınız, A-nı taparsınız. 33-ü dedik, kökləri tərs ədədlərdirsə, sen nə götürürük? 1-ə. Bax, burada senin yerinə mənfi 2p plus 5 durur. Ha. Buradan p bərabərdir, yəqin ki 2 tapılır. Eyni sualdır. Amma 35-ci sual kvadrat tənlik deyil. Bu bəlkə həm də a kvadrat çıxaq 11 açıq 12. Bu mötərizədə deyil. Orada elə atıram açıq 12 yazı sıfıra bərabər eləyib, cavab var. Ay, no, yox, etirəm. Bu mötərizədə olmalıdır. Çünki xətti tənlik olması üçün, bu bizə xətt tənlikdə nədir? AX bərabərdir 5 şəklində olan tənliyin son sayda hall olması əmsalda 0 olmalıdır. B bərabər. İndi sən burada təkcə buranı 0 eləmişsən, düzdür? Bunun əmsalı hara getdi? Amma dağılmadı elə, amma orada bir dənə 0 aldı. Onu çağırdı. İkisi nəyə vursaq 0 elə. İndi 12-dir, düzdür? O bir tane nədir? A kvadrat çıxaq 11A çıxaq 12 bərabərdir. 0. Bir də A çıxaq 12-ni 0 edirik. Buradan tənliyin köylərini tapırıq. Biri 12-dir. Biri də mənfi 1-dir. Düzdür? Burada tənliyin kökü nədir? Hər ikisini sıfıra çevirən qiymət neçədir? Həm buranı sıfıra çevirsin, həm də buranı 12. Bəli, buranı onsuz da sıfıra çevirən qiymət bircə dənə 12-dir. Dairi qiymət yoxdur. Odur. Belə sual ola bilər. Bax, etirəm. Bu nəyə görə yazdım? Yazar ki, a kvadrat üstə gəlsin 6a üstə gəlsin 5x bərabərdir a kvadrat üstə gəlsin 7a üstə gəlsin 10. Belə bir sual deyiləm. Deyək ki, bu tənliyi həll eləmişsən. Bunun kökləri 2 ilə 3-dür, məsələn deyirəm də. Bu tənliyi həll eləmişsən. Bunun kökləri 2 ilə 5-dir. Hər ikisini sıfıra çevirən hansıdır? 2. Deməli, A2. Yaxşı. Xassəmiz odur da elə. X bərabər 4 olanda elə x-in yerinə 4 yazın 36, 37-də. 38-də yəqin ki, tənasib kimi vurub aça bilərsiniz. 39. Uşağın 10 yaşı, atanın 31. Neçə ildən sonra, neçə il bundan əvvəl ata uşağın 4 dəfə böyük. Baba olsun ata, bu da olsun uşaq. Uşağın 10 yaşı var, atanın neçə yaşı var? Neçə il əvvəl? Deyək ki, x il əvvələ gedirəmsə, uşaq da x il əvvələ gedir də, düzdür. Yəqin ki, 3 il əvvəl olacaq da. 28-ə düşür, o da 7-yə. Deyir, neçə il əvvəl atanın yaşı oğlun yaşından 4 dəfə böyük olur. Mən oğlun yaşını 4-ə vursam, atanın yaşını alaram. Baxın, onu 4-ə vursaq. 40x çıxaq, yox, 40 çıxaq 4x. Bərabərdir 31 çıxaq 2. Mənfi 4x-i keçirirəm sağ tərəfə. Yox. O mənfi 4 müsbət olur, amma bu x mənfidir axı. 3x. 3x bərabərdir. 31 keçir 40-ın yanına 9. X də bərabər. Deməli, neçə il əvvəl? 3 il əvvəl. Digərlərində uşaqlar. Bax, 140-a da baxırıq. Kvadrat tənlik olarsa, deməli, x-in dərəcəsi neçə olmalıdır? 2 olmalı. Kvadrat tənlikdən də x-in üstünə nə yazırıq? O da x-in üstünə 3m çıxaq 4 yazırsa, 3m çıxaq 4 bərabər 2 götürürük. 3m bərabərdir. M bərabər 2. M-in yerinə 2 yazanda kökləri hasil nə idi? 3m. 3-ü də 2-yə vursaq.
Yaxşı uşaqlar, mənim növbət dərsimdə inşallah bunun qalıqlarına baxarıq və sizə neçə? Buna nə yazaq? Tamam. Baxa görə 45 nədir? Bayaqki sualdır. Ay. Yox, bax etiraz. Bax, bura baxın, məsələyə bax, məsələ qurulub. Motorlu qayıq çayın axını ilə 45 km və axına qarşı 9 km gedərək bütün yola 4 saat vaxt sərf. Çayın axın sürəti 3-dür. Bax, çayın sürətini veribdi 3. Qayığın sürətini verməyib ki. Axın ilə gedəndə sürətlər nə edir? Və axına qarşı gedəndə nə edir? Axın ilə neçə kilometr gedir? Bax, etirəm, elə ki, sənin gedilən yolun 45-dir. Sürətin nədir? Axın ilə, ha. Nə qədər vaxta gedər? Zamanı tapmaq üçün nə edərəm? Bayaq yazdım da. Zamanı tapmaq üçün nə edərəm? Gedilən yolu sürətə. Gedilən yolumuz 45. Zamanımız nədir? Sürətimiz nədir? Nə qədər də axına qarşı qayıdıbdır? 9. Deməli, bu 9 kilometr qayıdıb. Getdiyi yol nə qədərdir? Getdiyi yol 9 kilometrdir, düzdür? Amma qaydanda sürət nə olur? Görürsən, qaydanda da sürət bu olur. Gedilən yolunu böldün sürət. Gəldi və qayıtdı. Cəmi nə qədər vaxt sərf edir? 4 saat vaxt sərf edir. Bu tənliyi həll eləsəz, bax, bayaq dediyim kimi. Axın ilə gedəndə sürətlər toplanır, axına qarşı çıxılır, düzdür? Bu düsturu əzbər bilin. S bərabərdir V vuraq T. Gedilən yolu tapmaq üçün sürəti zamana vurulur. Zamanı tapmaq üçün gedilən yolu sürətə bölür. Bax, deyir 45 kilometr axın ilə gəlib, düzdür? Deməli, bunun getdiyi yol nədir? 45-dir. Katerin sürəti x-dir, çayın sürəti 3-dür. Axın ilə sürət nə olur? Deməli, bunun sürəti nədir? X plus 3. Gəldiyi vaxtı tapdıq. 45 bölünsün x plus 3. Qayıtdığı vaxt nə qədərdir? Nə qədər yol gəlib? 9 kilometr. Saatda neçə ilə gedir? Getdiyi yolun üstünə, gəldiyi yol, qayıtdığı toplayırsan, bərabər edirsən ümumi yola. Ümumi vaxta, zamana. 4 saata, bəli. Oldu? Bunu axıra kimi yazırsınız. Neçədə nədir bu? Hə? 176-ya kimi yazmışsınız, indən sonra da axıra kimi yazın. Canan səvərdə bir dəfə baxar, var. Yaxşı. Bana yazmıyor. Yox.